Herkese salam, kanalımıza xoş gəlmisiniz. Bu videoda mən xurma qurusunun hazırlanmasını sizinlə paylaşıram. Video başlamadan öncə kanala hələ də abunə deyilsinizsə, abunə olub videonu bəyənsəniz çox sevinərəm. Əvvəlcədən tərtəmiz yuduğum xurmaları, qabıqlarını təmizləyirəm. Qeyd edim ki, xurmalar mütləq bərk xurma olmalıdır. Yumşaq xurmadan yaxşı alınmır. Videoda gördüyünüz kimi qabıqlarını yaxşıca soyub təmizləyirəm. Xurmaları ipə bağlayacağımız üçün mütləq üzərində saplağı olsa daha yaxşı olar. Saplaqsızları biraz bağlamaq çətin olur. Mən bəzi xurmaları bütöv-bütöv qurutdum, bəzilərini isə dilimlərə ayıraraq. Hər iki üsulla sizinlə bölüşüb paylaşmaq istədim. Qeyd edim ki, xurma qurusu çox ləzzətli və faydalı bir meyvə qurusudur. Gördüyünüz kimi mən soyub hazırladım qabıqlarını. İndi isə yorğan sırıyan pambıq iplə saplaqlarından bu cür bağlayıram. Qeyd edim ki, mütləq biraz aralı bağlamaq lazımdır ki, yaxşı qurusunlar. Gördüyünüz kimi bu cür ipə bağladım. İndi isə dilimlərə ayırdığım xurmaları da ipə keçirirəm. Xurmaların hamısını ipə keçirdikdən sonra növbə ilə ocaqda qoyduğum qaynar suyun içərisinə salıb 1-2 saniyə saxlayıb və çıxardıram. Biraz suları süzülənə qədər çöldən asıram. Sonra isə evdə bu cür sobanın üzərindən, yanından belə asıb quruduram. Məndə bu cür qurutmaq bir həftədən çox çəkdi. Onu da qeyd edim ki, bütöv hazırladığım xurmalar daha gözəl oldu. Mənim daha çox xoşuma gəldi. Keçən ildə mən xurma hazırlamışdım, bu cür xurma qurusu. Onda dilimlərə ayırmışdım. Bütöv hazırlamamışdım. Ancaq bu il isə bütöv də hazırladım. Çox xoşuma gəldi. Siz də mütləq qurudun, hazırlayın. İnanın ki, çox ləzzətli alınır. Burada isə xurma qurusu tam hazırdır. İplərini kəsmişəm. Bu cür saxlama qabında saxlayıram. Bəziləri xurma qurusunu onlayıb saxlayırlar. Bilmirəm mən niyə. Əgər bilən varsa, rəylərdə yazsa, mən də bilmiş olaram. İndi isə içərisini də kəsib sizə göstərirəm. İçərisi çox gözəl, yumşaq alınır. Onu da deyim ki, çox tutumlu bir meyvə qurusudur. Hazırlayan hər kəsə nuş olsun. Videom əgər xoşunuza gəldisə, bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.